Demək, şirkətimizdə sənəd nəzarətçisi olan İlknur bəy şirkətdə gedən bütün tikintilərdə olan sənədlərə nəzarət edir. Sənədlərə nəzarət eləyir deyəndə açıqlaması necədir? Bütün mal materialın girişi, çıxışı, mal materialın texniki bilgiləri, mal materialların test raportu, zavodda olan test raportu, sahədə olan test raportları və bütün tikintiyə girən mal materialların, işçilərin, ümumiyyətlə iş geyiminə qədər, batinkasına qədər bütün nəzarətlər sənəd nəzarətindən keçir. İşçilərə verilən geyimin bir istismar müddəti var. Sahədə istifadə olunan mal materialın istismar müddəti var, test müddəti var. Eyni qaydada da istehsalçılarla birbaşa əlaqədə olub, istehsalçının test raportlarını necə test edirlər, necə texniki bilgilərindən faydalanırlarsa, sahədə də İlknur bəy o test raportlarını icra edir. Və ən önəmlisi Temhopol firması su filtrasyon işləri ilə məşğul olduğuna görə bizim üçün çox önəmlidir ki, insan faktoru yəni birbaşa təmasda olur və orada bütün gigiyenik qaydalarına biz sənəd üzərində necədirsə, reallıqda da sahədə ona riayət edirik. Və riayət eləmək üçün də bütün disiplin qaydalarına əməl edirik. Başda şirkət rəhbəri olmaq şərti ilə.